Yaxın Şərq məsələlərindən danışdıq. İran-İsrail gərginliyi və həmçinin Amerika Birləşmiş Ştatları İran danışıqlarıyla bağlı təhlillərimiz oldu. O mənada ki, yeni açıqlamalar var idi. Bu açıqlamaları müzakirə etdik geniş şəkildə. İndi isə məsələ Amerika Birləşmiş Ştatları Çin münasibətlərindən düşmüşkən söz bir araşdırmamız var bu istiqamətdə. Onu təqdim etmək istəyir. Amerika Birləşmiş Ştatları Çinin sürətli hərbi inkişafından narahatdır. Kəşfiyyat İdarəsinin əldə etdiyi məlumata əsasən Pekin hipersəsli silahlar da daxil olmaqdan getdikcə daha müasir texnologiyaya sahib texnikaları hərbi arsenalına əlavə edir. İndiki məqamda maraqlıdır. Çinin hərbi gücü ilə bağlı Amerika Birləşmiş Ştatlarının narahat edən nədir? Pekinin hərbi potensialı nəyə bərabərdir? Geniş araşdırmışıq, izləyək. Çin hərbi potensialını və texnologiyalarını əvvəllər görünməmiş sürət və miqyasda inkişaf elətdirir. Birləşmiş Ştatlar quru qoşunlarının Sakit Okean hərbi əməliyyatlar komandanı general Leonard Clark'ın sözlərinə görə Pekin həmçinin cari münaqişələrdən dərslər çıxarır və hərbi sahədə öz qabiliyyətlərini sürətlə təkmilləşdirir. Bundan əlavə Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsi də mütəmadi olaraq Çinin həm hərbi, həm də kiber təhlükəsizlik cəhətdən Birləşmiş Ştatlar üçün daha böyük təhdid olduğunu bildirirlər. Pekin Birləşmiş Ştatlar kiber təhlükəsizlik infrastrukturuna ciddi zərər vurmaq, eləcə də 2030-cu ilədək süni intellektdən daha geniş istifadə potensialına malikdir. Çinin hərbi komandanlığı hipersəsli silahlar da daxil olmaqla getdikcə daha müasir arsenaldan, ha belə radarlardan yayına bilən qırıcı təyyarələrdən istifadəni genişləndirir. Çinin illər getdikcə sürətlə artan gücü isə başa düşüləndir. Birləşmiş Ştatların çox saylı sanksiyalarına baxmayaraq Pekin son olaraq avtomobil istehsalı sayəsində də liderliyi əlinə alaraq dünyanın ən böyük iqtisadi gücü olmaq əlində saxlayır. İqtisadi sahədə qazandığı uğurlar hesabına hərbi sahəyə böyük yatırımlar ayıra bilən Pekin, böyük insan toplumunun da verdiyi rahatlıq çərçivəsində yeniliklər qazanır. Elə sözü gedən ixtiralardan ən böyüyü də Çində qeyri-nüvə hidrogen bombasının yaradılmasıdır. Belə ki, hazırda dünyada ona yaxın ölkənin nüvə silahı olsa da radioaktiv çirklilik və yüksək radiasiya səbəbindən dövlətlər belə silahları təhdid məqsədi ilə istifadə edir. Amma Pekinin sahib olduğu yeni silah nüvə gücünə bərabər partlayışlar törədə biləcək və bölgədə heç bir radiasiya olmayacaq. Bu isə Çinin qarşıdakı illərdə hərbi üstünlüyü tamamilə əlinə ala biləcəyini işarədir. Birləşmiş Ştatlar Çinə qarşı başlatdığı iqtisadi müharibə fonunda Pekinin qeyri-nüvə hidrogen bombasını yaratması bir növ lazım gələrsə dünyanı dağıdar, yenidən inşa eləyərik mesajını ötürür. Üstəlik Çin insansız idarə edilə bilən texnikalara böyük yatırımlar eləyir. Son olaraq Pekin milçək boyda kəşfiyyat və insan əlinin içi həcmində kamikadze dronları belə ixtira eləyib. Həm Ukraynanın hörümçək toru, həm də İsrailin yüksələn şir əməliyyatları dron texnologiyasının müasir hərb tarixində nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Bütün bunların fonunda Çinin bu tərs pilotsuz texnikalar və kəşfiyyat mexanizmlərinə yatırımları, eləcə də Pekinin yeni ixtiralarını cihad formada çoxaltması və arsenalına qəbul eləməsi ölkənin hərbi gücünün rəqibləri ilə müqayisədə 3-4 qat daha sürətli inkişaf elədiyini deyə bilərik. Çinin artmaqda olan hərbi gücü, eləcə də Birləşmiş Ştatların buna qarşı müəyyən tədbirlər görməsinə baxmayaraq, iki ölkə arasında yaxın 5-10 ildə savaşın çıxması gözlənilmir. Çünki həm Çin, həm Amerika Birləşmiş Ştatları, həm də müharibəyə cəlb olunacağı düşünülən müttəfiqləri böyük nüvə arsenalına sahib ölkələrdir. Bu isə mümkün hər hansı münaqişənin dünyanı fəlakətə sürükləyəcəyini deməyə əsas verir. Odur ki, Çin və Birləşmiş Ştatlar iqtisadi, siyasi, hərbi, eləcə də silahlanma yarışına girsələr belə sonda tərəflər müəyyən mənada bir-birlərinə güzəştə getməyə məcbur olacaqlar.